Bəşəriyyət tarixinin bəlkə də ən böyük, ən qədim mübahisəsinə xoş gəlmisiniz. Kainat sadəcə nəhəng bir kosmik təsadüfdür, yoxsa həssaslıqla nizamlanmış xüsusi bir dizaynın məhsulu? Bugün biz məhz bu suala fəlsəfi və dini prizmadan cavab axtaran olduqca maraqlı bir sənədi, bir növ müasir ideoloji mübarizə bələdçisini incələyəcəyik. Gəlin, heç vaxt itirmədən mətləbə keçək. Bugünkü izahımız ateist terminlər və teistik əks arqumentlər adlanır. Bilirsiniz, biz bu sənətdəki iddiaları tərəfsiz şəkildə, kənardan heç nə qatmadan, sadəcə mənbənin öz maraqlı arqumentlərinə əsaslanaraq təhlil edəcəyik. Məqsədimiz bu dərin mətnin arxasında yatan məntiqi sizin üçün tam aydınlaşdırmaqdır. Təhlil edəcəyimiz bu əsas mənbə sənədi sadəcə sıradan bir məqalə deyil. Təsəvvür edin, bu 60-dan çox sekulyar və ateist termini bir-bir kateqoriyalara bölən və hər birinə xüsusi İslami teoloji əks arqumentlər təqdim edən olduqca sıx ensiklopedik bir lüğətdir. Sanki mütəşəkkil bir fəlsəfi müdafiə xəttidir. Bu qədər böyük bir mətni həzm etmək üçün biz onu 4 əsas döyüş meydanına ayırdıq. Birincisi, kainatın mənşəyi. İkincisi, biliyin təbiəti. Üçüncüsü, əxlaq, məna və məqsəd və nihayət dördüncüsü, din, cəmiyyət və əzab. Beləliklə, birinci hissəmiz, kainatın mənşəyi və hər şeyin necə başladığına dair o böyük kosmik mübahisə. Ən əvvəldən, yəni elə kosmosun özündən başlayırıq. Mətnin ən ağır fəlsəfi silahlarından biri məhz incə nizam arqumentidir. Yəqin ki, eşitmisiniz. Bu konsepsiya, kainatın fiziki sabitlərinin həyat üçün necə ağlasığmaz dərəcədə tükərpədici bir həssaslıqla nizamlandığını önə çəkir. Mənbə bu məntiqdən istifadə edərək təsadüfi kainat və ya çoxlu kainatlar ideyasına çox güclü bir zərbə endirir. Burada əsl fəlsəfi stolüstü tenis maçı gedir. Bir tərəfdə sekulyar baxış var. Böyük partlayış sadəcə fiziki qanunlarla heç bir yaradıcı olmadan baş verib. Lakin digər tərəfdə teistik mənbənin o kəskin məntiqi dayanır. Səbəbsiz nəticə qeyri-mümkündür. Müəllif olduqca əmindir ki, əgər kosmosun bir başlanğıcı varsa, bu bir mənalı olaraq zaman və məkanın fövqündə dayanan bir başladana möhtacdır. Öz-özünə yorana bilməz, elə deyilmi? Bəs yaxşı, bütün bunlar sadəcə kamil bir təsadüf ola bilməzmi? Mətndə bir rəqəm var. Sözün əsl mənasında dəhşətlidir. 1 bölünsün 10 üstü 10.263. Bəli, düz eşitdiniz. Müəllif iddia edir ki, kainatın mövcudluğu və bizim burada nəfəs almağımız üçün zəruri olan sabitlərin sırf təsadüf nəticəsində bir araya gəlmə ehtimalı məhz bu qədər cüzidir. Riyazi dildə desək, bu ehtimal sadəcə olaraq absurddur. Bəs biologiya sahəsində vəziyyət necədir? Təkamül və abiogenez deyir ki, həyat şuursuz mutasiyalar və cansız maddələrdən yarandı. Mənbəmizin isə buna cavabı çox sərtdir. Təbii seçmə və mutasiyalar mövcud olanı sadəcə təmir edə bilər, lakin heç vaxt sıfırdan yeni, mürəkkəb sistemlər yarada bilməz. Mətnə görə, DNT-mizdəki o möhtəşəm bioloji informasiya eynilə bir kompüter kodu kimidir və əgər kod varsa, mütləq şuurlu bir proqramçı olmalıdır. İkinci böyük hissəmizə keçirik. Biliyin təbiəti. Həqiqətən nəyin doğru olduğunu haradan bilirik? İndi uzaq kosmosu bir kənara qoyub, birbaşa insan idrakının, daxilimizin dərinliklərinə enirik. Bu hissə agnostisizmin təhlili ilə başlayır. Bildiyiniz kimi, bu yanaşma Tanrının varlığının və ya yoxluğunun insan ağlı ilə qəti şəkildə dərk edilə bilməyəcəyini iddia edir. Gəlin görək mənbəmiz həqiqətin heç vaxt bilinə bilməzliyi ideyasını necə sistemli şəkildə alt-üst etməyə çalışır. Buradakı ziddiyyət həqiqətən də çox maraqlıdır. Siyentizm dünyanı anlamaq üçün yalnız təcrübi, yəni empirik elmi, yeganə etibarlı ölçü kimi qəbul edir. Başqa heç nə. Lakin sənədin əsas tezisi budur ki, bir saniyə dayanın, elm və inanc əslində rəqib deyil. Onlar tamamilə fərqli suallara cavab verən fərqli linzalardır. Empirik elm bizə kainatın necə işlədiyini izah edirsə, inanc onun niyə mövcud olduğunu göstərir. Mətnin bu hissədəki rəddiyəsi mənim xüsusilə diqqətimi çəkdi, çox ağıllı bir gedişdir. Skeptiklər deyəndə ki, heç nə qəti olaraq bilinə bilməz, müəllif onları elə öz silahları ilə vurur. O bildirir ki, baxın, elə heç nə bilinmir ifadəsinin özü qəti bir bilik iddiasıdır. Elə deyilmi? Belə çıxır ki, mütləq skeptizm əslində özü-özünü təkzib edən ziddiyyətli bir fəlsəfədir. Üçüncü hissə, əxlaq, məna və məqsəd. Yəni, birbaşa bizim daxili insan təcrübəmiz. Artıq abstrakt fəlsəfədən biraz daha şəxsi, davranışlarımıza təsir edən qaranlıq sulara başvururuq.
Mənbəmiz iddia edir ki, əgər ateist dünya görüşünü məntiqi sonluğuna qədər aparsanız, gəlib mütləq nihilizmə çatarsınız. Yəni, həyatın, dəyərlərin, ümumiyyətlə hər şeyin tamamilə mənasız olduğu o boşluğa. Sənət bunu sırf maddəçi bir kainatın ən məntiqi, lakin insanın təbiətinə daban-dabana zidd olan bombox bir yekunu adlandırır. Yaxşı, bəs belə bir boşluqda əxlaq necə yaranır? Əxlaqi relativizmə görə əxlaq mədəniyyətlərin uydurmasıdır. Universal bir doğru və ya yanlış yoxdur. Lakin sənədimiz burada çox qırmızı bir xətt çəkir. Əgər sabit mütləq bir ilahi standart yoxdursa, bəşəriyyət ən qorxunc vəhşiliklərinə belə çox rahatlıqla bəraət qazandıra bilər. Həqiqi və sarsılmaz ədalət üçün obyektiv bir istinad nöqtəsi şərtdir. Məqsəd mövzusuna gəldikdə, sənəd Qurandan birbaşa bu sarsıdıcı sualı sitat gətirir. Sizi boş yerə yaradıldığımızı və bizə qaytarılmayacağınızı güman etdinizmi? Baxın, müəllif bununla egzistensializmin, yəni insanın mənasını ancaq özünün yaratması fikrinin üstündən xətt çəkir. Əsas fikir budur. İnsan heç bir halda öz mənasını təcrid olunmuş şəkildə havadan özü-özünə verə bilməz. Məna mütləq şəkildə yaradıcıdan gəlməlidir. Sənət dünyəvi əxlaq konsepsiyasına da kəskin tənqid edir. Əlbəttə, inansız bir insan da sadəcə insanlıq xatirinə yaxşılıq edə bilər. Bu, inkar edilməzdir. Lakin müəllif burada haqlı olaraq onda nə olsun sualını verir. Əgər yekun bir hesab günü, ilahi bir məqsəd yoxdursa, niyə yaxşı olmalıyıq? Hesabatlılıq olmadıqda əxlaq obyektiv bir zərurətdən çıxıb sadəcə şəxsi, fərdi bir zövq məsələsinə, bir növ seçimə çevrilir. Və gəldik 4-cü, sonuncu döyüş meydanımıza. Din, cəmiyyət və əzab. Bu bölmədə mənbəyimiz tarix boyu dinə qarşı irəli sürülmüş ən kəskin, ən populyar sosioloji etirazları hədəf alır. Burada məşhur şər problemi qarşımıza çıxır. Çox vaxt soruşulur. Əgər Tanrı sonsuz mərhəmətlidirsə, dünyada niyə bu qədər əzab-əziyyət var? Sənəd bu sualdan qətiyyən yaymır. Əksinə, cəsarətlə izah edir ki, dünyadakı əzablar insana verilən o böyük hədiyyənin, azad iradənin qaçınılmaz nəticəsi və sadəcə müvəqqəti bir sınaqdır. Təsəvvür edin, seçim azadlığı olmasa, bizim etdiyimiz yaxşılığın nə mənası, nə dəyəri ola bilər ki? Sənəd dinə qarşı yönələn ən populyar 3 sosioloji tənqidi sürətlə darmadağın edir. Din idarəetmə vasitəsidir iddiasına qarşı xatırladır ki, tarix boyu peyğəmbərlər həmişə, məsələn Musa və Firon hekayəsində olduğu kimi, məhz zalım rəhbərlərə qarşı inqilab ediblər. Karl Marxın o məşhur din tiryəkdir fikrinə cavab olaraq bildirir ki, din passivcəsinə boyun əymək deyil, aktiv şəkildə ədalət tələb etməkdir. Dinin müharibə yaratması iddiasına gəldikdə isə, zorakılığın əslində insan fanatizmindən qaynaqlandığını vurğulayır və dünyəvi diktatorları, xüsusən Stalin və Hitleri buna bariz nümunə kimi göstərir. Zorakılıq mövzusuna yekun vurmaq üçün sənəd ilahi bir qanunu xatırladır. Kim bir insanı haqsız yerə öldürsə, sanki bütün bəşəriyyəti öldürmüş kimidir. Bununla müəllif sübut etməyə çalışır ki, din bayrağı altında törədilən, istənilən vəhşilik elə həmin o dinin əsas prinsipləri tərəfindən ən ağır şəkildə lənətlənir. Mətnin son böyük arqumenti isə birbaşa sekularizmin özünə qarşıdır. İddia edilir ki, dini və ilahi dəyərləri dövlətdən və ictimai həyatdan tamamilə silib atmaq sadəcə neytral bir cəmiyyət yaratmır. Əksinə, siyasəti mütləq əxlaqı mərkəzindən, yəni o etik lövhənindən qoparır. Sənədə görə cəmiyyətin və idarəetmənin həmişə sarsılmaz bir ədalət kompasına ehtiyacı var. Analiz etdiyimiz bu hərtərəfli və olduqca kəskin strukturlaşdırılmış sənəd 20 oktyabr 2025-ci ildə Asim Məmmədov tərəfindən qələmə alınıb. Bizim bugünkü izahda yeganə məqsədimiz bu fəlsəfi mübarizə bələdçisindəki ideyaları kənara çıxmadan sadəcə mənbənin öz yanaşması ilə sizə tərəfsiz şəkildə çatdırmaq idi. Yekunlaşdırarkən, gəlin mənbənin təqdim etdiyi ən dərin fəlsəfi ziddiyyətlərdən doğan bir sualla baş-başa qalaq. Əgər elm bizim mövcudluğumuzun necə baş verdiyini bu qədər ustalıqla izah edə bilirsə, bəs bizim bu kainatda niyə olduğumuzu kəşf etmək üçün hara baxmalıyıq? Ümid edirəm ki, bu obyektiv təhlilimiz düşüncələrinizdə yeni qapılar açdı. İzlədiyiniz və bizimlə bərabər mütaliə etdiyiniz üçün təşəkkürlər. Hələlik.